Ukrayna Müdafiə Qüvvələri Rusiya işğalçılarının işğal olunmuş Krıma gedən quru dəhlizini tamamilə kəsmək imkanına malikdir. Müharibə artıq yarımadada hiss olunur. Eyni vəziyyət Moskvada və Ural dağlarının o tayında da yaşana bilər. Bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki, Ukrayna qəhrəmanı və 20-ci ayrıca pilotsuz sistemlər briqadasının komandiri Kiril Veres Ukrayinska Pravda internet nəşrinə müsahibəsində bildirib. Biz ilk dəfə Krıma və Azov dənizinə uçanda hər bir aparat eyni vaxtda 40 və 50 hədəfi üzərinə götürürdü. Hətta kimsə daha iri birini seçək deyə qışqırırdı. İndi isə onların donanması bir ədəd azalıb deyə Veres deyib. Onun fikrincə Rusiya donanmasını Krımdan daha əvvəldə çıxarmaq mümkün idi. Daha əvvəl məhv edərdik, amma ilk günlərdə həyata keçirilməsi mümkün olmayan çoxlu göstərişlər var idi. Bu mümkün deyil. Sonra daha 2%, amma bu bizim yuxarı rəhbərliyimizin sualıdır. Ya mən bunu edə bilərəm, ya da edə bilmərəm deyə o bildirib. Eyni zamanda Veres vurğulayıb ki, Krım vasitəsilə bütün Rusiya Federasiyasına çatmalıyıq. Onun müşahidələrinə görə Rusiyada artıq fəryad etməyə başlayıblar. İndi bəlkə də şəxsi fikrimi bildirəcəyəm. Bizim niyə bu qədər sülhpərvər davrandığımızı başa düşmürəm. Biz onlara Krımdan çıxmaları barədə xəbərdarlıq etdik. Həmin körpünü dağıtmadıq. Mən belə üsula öyrəşməmişəm. Mənim yanaşmam tamamilə başqadır. Müharibə müharibədir. Əvvəlcə hər şeyi partladardım, sonra danışmağa başlayardım. Amma xoşbəxtlikdən bu əməliyyata mən rəhbərlik etmirəm. Qərar belə qəbul olunub və biz kifayət qədər humanist davranırıq deyə komandir vurğulayıb. Veres əlavə edib ki, hazırda işğal olunmuş yarımadada istirahət mərkəzləri, elektrik enerjisi və yanacaq yoxdur. İnsanlar başa düşürlər ki, müharibə onların da qapısına gəlib. Gənc oğlanlar və qızlar, bizim şəraitimizə xoş gəlmisiniz. İndi isə qərar verin, müharibəni davam etdirmək istəyirsiniz. Bu sizin üçün maraqlıdır. Biz müharibəyə Krımda başladıq, amma eyni şəkildə onu Moskvaya və Ural dağlarının o tayına da apara bilərik deyə Veres vurğulayıb. Həmçinin qeyd edib ki, hazırki qərar Krımdakı işğalçılara çatmaqdır. Onun fikrincə Ruslar artıq bunun necə olduğunu anlamağa başlayıblar. Putinin bütün müttəfiqlərinə çatacaq. Əgər 1800 kilometr uçuruqsa, inanın ki, həmin aparat 200 və 200-300 kilometrdə uça bilər. Biz döyüş əməliyyatlarının aparıldığı ərazini bir qədər dəyişmişik. Elə deyir ki, yalnız biz zərbələrə məruz qalırıq deyə Veres deyib. O əlavə edib, indi bizə qarşı təcavüz edən istənilən ölkəyə qarşı dünyanın istənilən yerində müharibəni apara bilərik. Hesab edirəm ki, bu effektivdir. Bu isə onların donanmasını və elektrik enerjisini itirməsi deməkdir. Hərbçi həmçinin müdafiə qüvvələrinin quru dəhlizini kəsmək imkanına malik olduğuna əmindir. Veres qeyd edib ki, müharibədə hazırki yay dövrünü dərin irəliləyişlər və dərin məğlubiyyətlər mövsümü kimi xarakterizə etmək olar. Çünki Ukrayna Müdafiə Qüvvələri həm cəbhə xəttinə və dərhal arxadakı ərazilərə zərbələr endirir, həm də düşmənin əməliyyat dərinliyində yerləşən hədəfləri vurur. Komandir bildirib ki, K2 briqadasının pilotsuz uçuş aparatları kifayət qədər yanacaq olan istənilən yerə uça bilər. 1500 və 2000 kilometr mümkündür. Amma bu bizim fəaliyyət istiqamətimiz deyil. Biz belə işləmirik. Müdafiə qüvvələrinin tərkibində daha uzaq məsafələrdə fəaliyyət göstərən başqa bölmələr var. Hazırda bizim maksimal zərbə məsafəmiz təxminən 500 və 600 kilometrdir ki, bura Krım və Qara dənizdə daxildir, deyə Veres vurğulayıb.